Mənim əziz YouTube izləyicilərim, bu videonu sırf YouTube üçün çəkirəm. Çünki YouTube'a atdığım videolarımın baxışlarına baxıram, 2000-dən yuxarı baxış gəlir. Hər bir atdığım videoda kəşfətə düşür. Yəni hər birinizin qarşınıza çıxır mənim videom. Hər biriniz də görürsünüz. Gördüyünüz halda da təəssüflər olsun ki, biganə yanaşırsınız. İraq yaxşılarından 4-5 nəfər like eləyə, ya 2 nəfər yorum yaza, ya 1 nəfər dəstək ola. Amma 2000, 3000, 4000 baxışı olan videolarım var. Təəssüflər olsun ki, bir dənə like işarəsini, baxın, o ürək işarəsini basmağa belə əliniz gəlmir. Mən sizə nə etmişəm? Nə TikTokda, nə Instagramda, nə YouTube'da, heç bir yerdə mənim uşağıma dəstək olmursunuz. Mən Azərbaycan vətəndaşıyam. Mənim qızım da Azərbaycan vətəndaşıdır və hazırda əskər böyüdürəm. Gələcəkdə bilmək olmur. Mənim oğlum əskərlikdə şəhidim olacaq, qazim olacaq. Yenə bu vətənin fəxri olacaqlar. Bugün siz ona dəstək olmamaqla bir şəhid bacısına və yaxud da bir qazi bacısına gələcəkdə bəlkə də bir qazi və ya şəhid bacısı olacaq. Pislik eləmiş olursunuz. Bir ürək işarəsi pulla deyil, onu niyə eləyə bilmirsiniz axı? Mən başa düşə bilmirəm. Bu Azərbaycanda qeyrətli qardaş bacılarımız hardadır axı? Başqalarına gedib dəstək olurlar, milyon verirlər, maşın alırlar, bahalı telefon alırlar. Mənim uşağımın bir dənə əməliyyatına kömək eləyəniniz yoxdur. Bəli, Azərbaycanda heç kimə borcu yoxdursa, əgər, bəs niyə başqalarına gedib maşın alırsınız, telefon alırsınız? Onlara borcunuz var, nə vaxtsa borca pul götürürsünüz. Mən də öz haqqımı və balamın haqqını tələb edirəm. Bugün mənim balam xəstəlikdən əziyyət çəkir və mən ona pula görə kömək edə bilmirəm. Çünki maddiyyatımız yoxdur. Amma bəzi imkanı olan insanlar istəsələr kömək edə bilərlər. Xahiş edirəm, mən bu videoma da Allah xatirinə, əgər varsa qəlbinizdə Allah rəhminə xatir bir dənə like eləyin.